Mesele var. Ukraynanın eksportunu, fahişəsini ağzında həcəmətlə videosu çıxan, şəkilləri olan Alyonanı gətirirlər şəhidin anası ilə öpüşdürürlər, həyat yoldaşı ilə öpüşdürürlər, balası ilə öpüşdürürlər. Bu təhqir deyə bizə təhqir. O şəhidin anası da bizə əmanətdir. Onun balası da bizə əmanətdir. Gör siz necə qanunsuz hakimiyyətsiz ki, hamını özünüz kimi bilirsiniz. Valla, billah, bu xalq sizi minəcək. Birinci bu xalq minəcək, sonra biz minəcəyik sizi. Heydər Əliyevin heykəlləri Azərbaycanda domino daşı kimi aşacaq. Siz bizim gəncliyimizi əlimizdən almışsınız. Siz bizi məhv eləmişsiniz. Biz də sizi məhv eləyəcəyik. Eğer kızlarınıza gedib 1 milyarda otel alırsınız. İlham Əliyev, Mehriban Əliyeva, Londonun mərkəzli küçəsində 750 milyon funt sterlində küçə alan siz şərəfsizlər değilsiniz. Siz əxlaqsızlar değilsiniz. Kızlarımızın hərəsinin 14 malikanəsi var Dubai adalarında. Hansı pullarla alıblar bunlar? Harada işləyirlər bu insanlar? Harada? Büyükleri biz bu sözleri deyəndə suka yığınları var belə. Deyirlər vətən xaini. Vətənimin neyini satmışam uğraşlar? Neyini satmışam? Gətirib ölkəmin neftini mi satmışam Avropaya? Hərbi sirrini mi vermişəm? Neyini? Bayrağımı mı satmışam? Gerbimi satmışam? Ama İlham Əliyev birbaşa vətən xainidir. Birbaşa uğraşdı. Əgər Tərtər hadisəsini araşdırmayıblarsa 1767 nəfər əskər, zabit, gizir heyətinin əgər zorlayıblarsa Azərbaycan bayrağının üstündə bu hamımıza təhqirdir. Əgər birlər İsmail'i də 5 dənə uşağın ölümünü araşdırmayıblarsa, birlər o polis həbs olunmayıbsa bu hamımıza təhqirdir. Sözdürə hadisəsi yaşlı anamızın gözünə qaz biberi sıxıb polisi uğraş. Bu hamımıza təhqirdir. Hamımızın anası var, hamımızın bacısı var, hamımızın evladı var ve hamımızın da uşağı var. Ama siz o uğraşda gün gələcək, cavab verəcəksiniz. Çünkü siz Azərbaycanlı değilsiniz. Siz Azərbaycan xalqına çoxdan xəyanət eləmişsiniz. Siz 4000 dənə oğlu, 4000 oğlumuzu, kasıb balasını, evin tek oğlunu, evin cüt oğlunu, o ışığı, ananın ışığını söndürmüşsünüz, çırağını söndürmüşsünüz o evin. Basmışsınız onlar torpağın altına. Axırda da gedib Erməniyə nəmişan uğraşlar. Erməniyə dayıb yana uğraşlar. Siz qanundunsunuz. Azərbaycan hakimiyyəti. Siz Azərbaycanlı değilsiniz. Siz birlər Azərbaycanı dünyada en pis təbliğ edən şərəfsizsiniz.